eləcə də Renara və Meridian qrupu. İlqar, sənə bir sualım var. Bilmirəm fikir vermirsən ya yox, amma diqqət vermirsən yəqin. Küçələrimizdə qrafiti üslubunda yeni, Bakı üçün hər halda yeni yazılar peyda olmağa başlayıb. Host. Sən onun mənasını bilirsən? Yox, mənasını bilmirəm, amma o yazılara fikir vermişəm. Bu nə qədər yerindədir, düşərlidir, düşərsiz deyil. Bugünkü gündə, yəni, bir tərəfdən, amma təmirli ağ yazılar, üstündə o şəkillər, o... Mən nəsə, yaxşı da qəbul eləmək, pis də qəbul eləmək olar bunu məncə. Yaxşı, amma yazının öz mahiyyətini bilirsən nə deməkdir? Yox. Açığı mən də bilmirəm və ona görə də elə bugün qərara gəldik ki, araşdıraq görək host nədir. O yüzden də bugünkü qonaqlarımız çox maraqlı gənclər. Mən düşünürəm ki, bilsən, yaşlı nəsil nümayəndələrinin çox vaxt bizim haqqımızda, hər halda mən hələ ki gənc nəsil nümayəndəsiyəm, bizim haqqımızda çox belə fikirdə olurlar ki, savadsızıq, oxumaq istəmirik. Amma bugünkü uşaqlar, mən ümidvaram ki... Gənclərimizə heç də dəyərləndirməzmi, elə qiymətlərdən? Mən də elə dəyərləndirmirəm. Səsləri çox-çox ucalardan gəlir, xarici ölkələrdə təsirləri mənsub edirlər. Elə bir fikir var. Və ona görə də mən düşünürəm ki, bugünkü qonaqlarımız həmin o fikri alt-üst eləyəcəklər. O fikri aydınlıq gətirmək üçün bura kim gəlir? Host qrupu. Buyursunlar. Salam uşaqlar. Salam, xoş gördük sizləri. Çox sağ olun. Mən tanış olmaq istərdim. Mete. Aid. Qaraqan. Maşallah. Uşaqlar, bizə də həmçinin tamaşaçıların bəlkə bəzilərinə maraqlıdır. Host nədir? Bu, hər halda bildiyim qədər bir submədəniyyətdir. Çox istərdim ki, siz bu haqda danışasınız. Host nədir? Və ümumiyyətlə, özünüz bilirsiniz ki, Azərbaycan gənclərinin özünə məxsus özəllikləri var. Öz şuurları var. Nə qədər tutumludur, nə qədər uyarlıdır. Host submədəniyyəti, Azərbaycan gəncləri və bu haqda. İlk öncə ondan başlayaq ki, host mənası 4 sözün başlanğıcının, 4 inisialın başlanğıcının baş hərfləridir. H, hava, od, su, torpaq. Yəni, hava, od, su, torpaq. Bunların birləşməsindən əmələ gələn bir sözdür. Və o ki, qaldı gənclərə uyğundurmu, uyğun deyilmi? Özünüz artıq şahidisiniz ki, bir çox gənclər bizə qulaq asırlar. Yəni, nəinki qulaq asırlar, bizim ideologiyamızla yaşamağa başlayıblar. Və bu host, bu söz və oyunla bağlı, yəni o rəsmlər, o şəkilləri çəkilməyi və bu ilə də mən səhv etmirəmsə elə bir hansı rəssamlıq mədəniyyət növü var. Bəli. O şəkillərin, rəsmlərin çizilməyi. Bu ilə bağlıdırmı yoxsa? Kultura, subkultura bundan ibarətdir ki, host biz sırf rap cəhətdən bunu cəmaata bildiririk, çatdırırıq və bu gün də rap ifalar olacaq. Burada mətnlərimizdə biz xüsusi bir düşüncə tərzi formalaşdırmışıq ki, biz insanları bu formada olmağa çağırırıq və onun əsasında da gənclərin sözsüz ki, bir nömrəli problemi hal-hazırda bekarçılıqdır ki, onun nəticəsində də müəyyən pis işlərlə məşğul olurlar, amma kökündə bekarçılıq durur. Və bunun qarşısını almaq üçün də hər halda kimsə, biz uşaqları bir yerə yığdıq ki, kimlərsə evdə otururdu, şəkillər çəkirdi, atası gəldi, gizlədirdi ki, yox, dərs oxuyuram. Yəni, bu uşaqlar indi yığılıb artıq bir yerdə hansısa mədəniyyətlə məşğullar, yəni bir işlə məşğullar. Və gələcəkdə ola bilər ki, hostun sərgisi olsun, sırf rəssamlar üçün və yaxud fotoqalereya olsun, hostun tərkibində olan hostçuların, yəni daxilində olan. Özdə peşəkar səviyyədə. Və sözsüz ki, yəni o get-gedə artır və yaxud indi bir kitab da çıxıb, Qaraqanın A kitabı, o da artıq şəhərin mərkəzində satılır və mərkəzdə də yaxşı satılır və bu formada ümumiyyətlə gələcəkdə də layihələr var. Yəni bu təkcə subkulturanın bundan ibarətdir ki, müəyyən tərəflərə yönəlir, cərəyan halındadır. Bundan gedir söhbət. Deməli, gənclərin şuuru artıq yetişib ki, və belə bir ehtiyac var idi ki, belə bir submədəniyyət Azərbaycana gəlsin. Mən istərdim, ümumiyyətlə, onun hardan gəlib, harada yaranıb və necə olub ki, burada... Yaranma tarixi haqqında biraz məlumat verəriz bizə.
Yaranma tarixi də deyəndə ki, sırf bizim yaranma, yoxsa bu mədəniyyətin? Ümumiyyətlə bu Bu mədəniyyət dəyişir. dünyada çox əvvəldən var idi ki, punklar var idi və yaxud sonra getdikcə formalaşmağa başladı. İndi hal-hazırda Azərbaycana da yavaş-yavaş gəlir emolar, qotlar. Yəni ki, bu hardasa az yaşlı gənclərin, təxminən 15-16 yaşlı gənclərin psixoloji durumundan bu keçid dövrü vaxtı xüsusi psixoloji bir vəziyyət yaranır. Nədənsə bezginlik, həyatdan bezginlik və nədənsə. Bunun əsasında müəyyən cərəyanlar formalaşdırır. Ən əsas məsələlərdən biri də budur ki, bu yaşda onlar valideynləri tərəfindən onlara elə gəlir ki, başa düşülmürlər. Ona görə onlara dolayısı yolla böyük qardaş, böyük bacı, belə deyək, məsləhət verən lazımdır. Biz də onlar sırf ideologiyamız tərəfdən onlara böyük qardaşlıq eləyirik. Biz özümüz də o hissləri keçirdirdik və biz sadəcə olaraq hiss elədik ki, bizim əlimizdə belə bir imkan var ki, repdə müəyyən bacarıqlarımız var və gənclər repə qulaq asırsa, fikrimizi repdən Yəni bu bildirək. dediyiniz mövzularda bu ehtiyacdan bu qrupu yaratdınız. Yox, bu yəni özümüzdə də var idi, özümüzdə də o fikirlər var idi müəyyən o yaş dövründəki bezginlik var idi. Baxırdıq ki, yox, nəsə düz deyil də, düz yaşamırıq elə bil ki, hamı kimi standart, məktəb, ev, sonra iş, ev, nə bilim, ofis, bank, ora Bir fərqimiz yox. heç bir fərqimiz, fərqdən də getmir söhbət. Sadəcə rəng yoxdur həyatımızda, maraqsız, boz rəngdir. Ağ, qara, boz. Biz istəyik müəyyən rənglər qatılsın və biz bildirdik ki, biz belə insanlar var. Yəni siz tək deyilsiniz. Çünki çoxdur adam ki, evdə düşünür ki, yox belə olmaz, sıxılıram, amma tək olduğuna görə heç dənəmir. Biz bildirdik ki, siz tək deyilsiniz, biz varıq və gəlin biz bir cəmiyyət kimi bunu yaradaq, bir cərəyan kimi buna qoşulaq və Və bugünkü gündə sizin dinləyicilərimiz kifayət qədər... Və bir yerdədirlər, ən əsası odur ki, yəni fanatizm deyil də, bu tam ayrı bir şeydir. Məsələn, bizim dinləyicilərimiz özlərini hostçular adlandırır və bizim də hostçulara qarşı münasibətimiz sırf olaraq bayaq dediyim kimi böyük qardaş münasibətləridir ki, biz onlarla görüşürük, onlarla söhbət eləyirik. Həm də mətnləri yazanda elə diqqətlə çalışıb yazırıq ki, yəni o incə yerlərə toxuna bilək və o incə nöqtələri onlara başa sala bilək ki, bu vaxtlarda nə etmək lazımdır. Hər halda mən belə başa düşürəm ki, burada bu host submedienti daha genişdir. Burada heç yaş məhdudiyyəti də yoxdur. O qədər depressiv deyil. Çünki bəzi insanlar olur ki, artıq gənc yaşında yox, biraz sonra anlayır ki, həyat bəlkə də doğrudan da onun elədikləri mənasızdır. Gündə o rutinə doğrudan da mənasızdır. Gəlib bu fikrə çıxır. Nə o fikrə ki, siz indi gəlib çıxmısınız. Ümumiyyətlə... Yəni, Rinara, sənin sözündən belə başa düşürəm ki, həyatımıza rəng qatmaq üçün, məna qatmaq üçün ya qrup yaratmalıyıq və yaxud da replə məşğul olmalıyıq, hə? Yoxsa rep dinləməliyik? Gənclərə şamildir bu sözlər. Rəng qatmaq üçün ancaq bunu eləmək lazım. Bunun replə bir əlaqəsi yoxdur. Hər kəs üçün həyatın mənası və marağı müxtəlif bir şeylərdə ola bilər. Sadəcə burada həmfikir olan uşaqlar yığışıb, mən belə başa düşürəm. Burada elə bir həyatın mənası deyiləndə əsas nəzərə alınmalıdır depressiyadır. Məsələn, bu depressiya hardan yaranır, nədən yaranır? Məsələn, bu hardasa texnikanın inkişafı ilə gəlib çıxır buna. Çünki belə deyək də, əvvəlki dövrlərdə, tutaq ki, bizim valideynlərimizdən də əvvəl yaşayan insanlar deyirdi ki, bir gün başımı götürüb qaçıb gedəcəm də, tutaq ki. Deyirdi ki, gedəcəm, nə bilim, hansısa qəhrəman getdi, 3 dənə yol var idi, atla, bir tərəfdə, nə bilim, şəhzadələr idi, o birisi tərəfdə sehrlər idi. Amma biz bilirik ki, Bakıdan geçsən, biraz gedəcəksən, Sumqayıtdır, sonra Gəncədir, sonra vizadı yoxdur, səni buraxmayacaqlar o birisi tərəfdə. O xəyallar dünyası sizin qapılarını bağlayıb, belə deyək. Qapılarını bağlayıb, sən artıq görürsən ki, bunların heç biri yoxdur. Ən uzaq yer Azərbaycanda Kaliforniyadır. Orada getdi, gördük ki, eyni asfalt, avtobuslar, nə bilim, adamlar. Daha nağıllara inanmıram, ailələr danışma, hə? Belə söhbət artıq yer kürəsindən və yer kürəsi səviyyəsində elə bil ki, İnsan daxili dünyası. Sən o görürsən ki, insanlar ancaq materializmi düşünüb. Yəni, aha, filan, tutaq ki, nə bilim, maşınım, filan telefon, filan, nə bilim, nə, filan televizor. Televizor yenə eyni şeyə baxırsan da və yaxud telefonda, yenə həmin telefonda yalan danışırsan da, dostlar var. Əsas için açılmaqdır və hər bir insan bəlkə bizim qalaktika boyda böyük bir həcmə malikdir. Yəni, gəlib haradasa, tutaq ki, başqa ölkə axtarmaqdansa, sən elə yanındakı qonşu axtar, gör o qonşun bəlkə başqa ölkədən daha böyükdür. Yəni, bu formada. Mənə xoşum gəldi düşüncələrinə, danışıqlarından. Rep deməkləri necə? Musiqi, eşidə biləcək bu günləri, yoxsa? Bəli, bugün eşidə biləcəyik, amma... Mən üçün maraqlıdır, həqiqətən. Sizi, bəli. Bu qədər də musiqidə, repdə varlarsa... Buna aid bir sualım var sizə.
Hər halda rap müəyyən, səhv etmirəmsə, hardasa 80-ci illərdən sonra daha çox kommersiya da istifadə olundu, müxtəlif partilərdə və filan. Host və rap, sizin hər halda mətnləriniz bu kommersiya üçün deyil. Bu sizin özünü ifadə vasitənizdir. Mən istərdim biraz da ondan danışaq. Və ümumiyyətlə, yəni hostun tutaq ki, kommersiya ilə bağlılığı, bunu belə deyək də, hostun istənilən formada gəliri olur da, yəni ki, küçədə gitara ilə oturub qəpik istəmirik də. Yəni istənilən formada burada gəlir var, amma bu gəliri biz tutaq ki, gələcəkdə Qaralama adlı bizim proyekt var. Məsələn, bu hostçulara pulsuz paylanacaq. Yəni ki, gəliri bu formada buraxırıq da, eyni sirkulyasiya, yəni ki, nə qazanırsansa həmin şeyi biraz inkişaf elətdir, həmin uşaqlara qaytar. Yəni ki, hər bir hostun diskini alan bilir ki, sabah ona nəsə pulsuz gələcək ondan. Sabah ola bilər ki, bunun əsasında hal-hazırda əsas yəni ki, gəlib evimizə qarpız almırıq da pula, belə deyək. Qərargah düzəltməkdir ki, yəni orada artıq hal-hazırda xüsusi yığışdığımız yerlər biraz kiçik həcmdə. Ailə qərargah demişkən, sizin hansısa bir görüşdüyünüz böyük bir zal, hansısa bir... Böyük bir zal, hal-hazırda görüşdüyümüz müəyyən yerlər olur ki, danışırıq, orada gəlib görüşürük, amma yəni orada... Və sizin musiqiləriniz orada da... Yox, söhbət musiqidən gedmir də, yəni fan klub deyil ora. Orada xüsusi musiqi qrupu deyilik də əslində. Bayaq əvvəldə qeyd elədiyimiz o məsələ var idi ki, o rəssamlar var, fotoqraflar var. Bu deməkdir ki, bizə qulaq asanlar hər kəs özünü özündə tapır. Biz məcbur eləmirik ki, bizə qulaq asıb rapin fanatı olan. Yox, biz özümüz də... Və yığışdığımız yerlərdə tutaq ki, belə deyək də, Azərbaycan gənci harda yığışır? Universitetdə, nə bilim, şəhərə çıxanda. O sual verəndə ki, necəsən? Deyir, yaxşıyam, sən necəsən? Bizdə o necəsən, yaxşıyam cavabı ilə bitmir də. Bəlkə bir saat orada söhbət gedir ki, necəyəm? Yəni, insanlar onun üçün yığışır. Və səpələnmiş forma... Salam, necəsən, yaxşıyam. Yaxşıyam, sən necəsən? Amma o dərin ola Çox sağ bilər. ol. Necəsən, çox. Heç kim də doğrudan cavab vermir də əslində necə olduğunu. Sadəcə elə cavab verir ki... Bəlkə o problemi orada açıb deyə bilməz ki, mənim evdə belə bir problemim var. Amma əslində o deməlidir. Əslində o deməlidir. Deyəndə açsan, hə, acamda gedək yemək yeyək. Pissən, hə, yaxşı, pissən də danışma da böyle şeylərdir. İstəyirsiniz ki, insanlar nə düşündüklərini desinlər sizə. Elə yalan az yox, olar. heç olmasa ən azı görüşdüyümüz vaxt orada hamı bilir ki, hamı bir-birinə yaxındır və hamının öz daxili dünyası var, hamı bunu qəbul edir. O qədər saflıq hər şeyi alt-üst eləməz sizcə? Üzr istəyirəm, biz hal-hazırda reklamlara ayrılırıq və daha sonra söhbətimizi davam edirik. Biz yenə də studiyadayıq və bugün bizim qonaqlarımız host qrupudur. Biz host submədəniyyəti haqqında danışırıq. Uşaqlar, bayaq biz sizin siz dediniz ki, özünü ifadə, kimsə rəssamlıqla, foto və digər peşələr, siz musiqi ilə öz fikirlərinizi ifadə edirsiniz. Mən çox istərdim ki, hələ indi biz sinifanızda bir şey dinləyək və daha sonra müzakirə edək bunu. Olar, mənim Mübarizəm adlı trek gələcək indi. Ich bin nicht der Klagende, ich bin nur der Warner. Ich bin nicht der Fürstende, sondern ich bin nur der Vorbereitende. Ich zittere nicht vor der Stunde irgendeiner Entscheidung, aber ich will sie sehen und ich will stark sein. Ich will die Füße fest unter Erde stemmen. 2008 Ansturm, nicht Berlin. Mənim mübarizəm ki, pullara qarşı, saxta məmurlara, qullara qarşı. Mübarizəm ot kollara qarşı, iynələrə məskən qollara qarşı. Mənim mübarizəm müəllimlərə qarşı, dərs keçən zır dilənçilərə qarşı. Mübarizəm hakimlərə qarşı, pula satılan yalancılara qarşı. Mübarizəm porno saytlara qarşı, gözlərini pərəldən aclara qarşı. Mübarizəm çılpaq müğənnilər başına qoyduğumuz taclara qarşı. Mübarizəm 200 etika yeni biletimiz o USA. Qara politika biz radikal, siz olun offside. Bu maç bizim meydanda offside. Mənim mübarizəm sərhədlərə qarşı, irqlərə ya da millətlərə qarşı. Mübarizəm saqqalın uzunluğuyla ölçülən cənnətlərə qarşı. Mübarizəm cinsi azlıqlara, bəsdir nə qədər verdi 100 bulara. Mübarizəm gizli sektalara, təşkilatlara, saxta dinlərə qarşı. Mübarizəm sizə qarşı, fahişələrinizin İstanbul tətilinə. Mübarizəm bizə qarşı, güldürmə fana
Həyat əskərlikdən fərari, döyüş olsa hamı Mickey Mouse Cherry. Qaç gizlən, deşik axtar girməyə gizlən, qaç sığorta şirkətinə bizdən. Zəhləniz gedir bilirəm, çünki bu dediyim sözlər sizdən. Birləşək, mənləri biz birləri yüz eləməyin indi vaxtı. Birləşək, nə qədər ayrı topa topa, hamı bizi qova qova. Gəlin birləşək, bütün fərqlilər, 5 fərqli barmaq amma yumruq bir. Gəlin birləşək, yumruqları qaldırın, gəlin birləşək. Mənim mübarizəm siyasətçilərlədir, sarayda qalan nə bilir daxma nədir. Mübarizəm haram içkilərlədir, həqiqətdən qorxan sərxoş kefli. Mənim mübarizəm ginc məcnunlarla ki, bütün həyatlarını həsrədə sevgiyə. Mübarizəm başı boş qızlarla ki, razıdır ilk gələn elçiyə ərə gedə. Mübarizəm papa uşaqlarıyla bir gecədə hamısını gülləliyərdim. Arvadı evində tapılmayan ərin uzun buynuzunu rəndəliyərdim. Mübarizəm tarix dərslərinə ki, düşmən unudulur, rəqəm əzbərlənir. Mübarizəm bayrağımıza qarşı ki, sərhəddə yox, küçə bacada yellənir. Mübarizəm dilənən kişilərlə, mübarizəm ailə dağıdan qızlarla, mübarizəm geri çəkən qocalarla, mübarizəm ömür çürüdən gənclərlə. Hostucuma, dağdaq mentaliteti, hostucuma, sındıraq beyinləri, hostucuma, dinsizləri yandıraq, hostucuma, Allah bizimlədir. Gəlin birləşək, mənləri biz birləri yüz eləməyin indi vaxtı. Birləşək, nə qədər ayrı topa topa, hamı bizi qova qova. Gəlin birləşək, bütün fərqlilər, 5 fərqli barmaq amma yumruq bir. Gəlin birləşək, yumruqları qaldırın, gəlin birləşək. Gəlin birləşək, mənləri biz birləri yüz eləməyin indi vaxtı. Birləşək, nə qədər ayrı topa topa, hamı bizi qova qova. Gəlin birləşək, bütün fərqlilər, 5 fərqli barmaq amma yumruq bir. Gəlin birləşək, yumruqları qaldırın, gəlin birləşək. Çox gözəl, çox gözəl. Buyurun, əyləşin, buyurun. Əyləşin. Bizə Hər halda qonaqlar verik. bir çoxları öz fikrini deməyə bugün çəkinir. Siz çəkinmirsiniz. Bir çox sizin yaşda gənclərin oxuduqlarının mövzusu tamam başqadır. Sizin mövzunuz tamam başqadır. Mənə də elə o maraqlandırır ki, mövzuları da özünüz seçirsiniz. Məhz bax bu parçada, bu bölümdə sözlər kimin idi? Bunlar mənim sözlərim. Bunlar hamısı sizə məxsusdur. Bizim, Orada bir vurğu var idi, üzr istəyirəm bir ara. Bir vurğu var idi, düşmən unudulur, rəqəmlər əzbərlənir. Çox gözəl fikirdir. Bugünə qədər keçən, yəni bizlərlə olan nə qədər müharibələr, nələr, həmin onlarla bu reqalacıda dost olduqlarımız da var, nə də var. Düz onlar tarixdə qalıb, amma onların adları unudulub, rəqəmlər qalıb. Bax, bu cür fikirlər, bunlar hardan bəhrələnirsiniz, siz bunları yığırsınız? Bilmirəm, yəni belə şairlər də var idi ki, onlar sözlərini Nizamidən, Füzulidən götürürlər. Yəni inanmıram ki, onlar elə şeylərinə yazırlar, amma yəni düşüncə tərzidir. Əslində bax sizin də bu fikir var da beyninizdə. Yəni sadəcə bir moment mənim ağlıma gəldi. Yəni ki, bunu siz səsləndirdiniz. Deyilənə görə radionu eyni vaxtda 2 nəfər ayrı-ayrı yerlərdə kəşf edib. Yəni ki, deməli hardasa bir ideya var ki, onu sadəcə kimsə ortaya çıxardır. Yəni biz burada vasitə kimi də necə mənim səsimi tutaq ki, cəmaata mikrofon ötürür. Yəni biz də sadəcə vasitə kimi hansısa fikri cəmaata ötürür. Əslində o fikir o cəmaatda var. Sən amma sanki başqa bir şeylə təbliğ olunur bizə və hardasa bu zombiləşmə gedir. Gənclərin də arasında insanlar və birdən-birə əks fikir eşidəndə, məsələn, bax belə bir mətni eşidəndə ola bilər kimdəsə doğrudan da oyanış baş versin. Çünki rapin bir ara çox yüksəlişi devri vardı, bu hamımızın yadımızdadır. Çox yüksəldi. Hətta bununla bağlı başqa bir adı deyilməyən kanallarda yarışmalar keçirilirdi, qaliblər, nələr. Birdən-birə, düzdür, hardasa bu reperlərdən qabaqda gedənlərin məğlubiyyətə uğramağınla mən deyərdim, mənim şəxsi fikrimdir, bağlıdır. Bir dönüş yarandı. Burada müəyyən reperlər, məsələn, dəyirmanlı tutaq ki, bugünə kimi yəni aktuallığını saxlayır. Düzdür, mən onun üçün ad demirəm, hamıya bağlamaq olmaz. Amma bugünkü gündə belə bir qrup, mənim xoşum gəldi bu cür də ifadə etmək. Amma sizlərin də yəqin ayrı-ayrılıqda tək-tək, hə, yoxsa? Tək-tək, yəni
Burada əslində əsas fikirlərdir. Kim Əsas nəyi fikir- yazırsa onu oxuyur. Bizdə yəni mətnlər kim nəyi yazıbsa onu Bəs oxuyur. qrup halda birlikdə. Qrup halda indi bundan sonra məsələn üçümüzün bir yerdə olacağı trek səslənəcək və Və bu parçalar hamısı da sizin albomunuzda var. albomumuzda Qarada Qırmızı albomumuzda var. Mövzuya elə uyğun olaraq davamı olaraq onu deyək ki, fevral ayının 13-ü bizim solo konsert olacaq. Albomun böyük parçalar, albomda olan parçaların səslənməsi və yeni parçaların Bu sizin səslənməsi. ilk albomunuzda. Yox, bu ikinci albomdur. Birinci İkinci albom albom, bəli. Prolog adlanırdı. O sırf underground formada çıxdı və paylandı əldən ələ. Yəni İkinci artıq hər satışa yerdə çıxmadı, satışdadır. satışa çıxartmadıq. İkinci albom isə Dəyirman Production label altında biz özümüz Dəyirman Production labelini təqdim yəni təmsil eləyirik. Onun imzası altında çıxdı və hal-hazırda birlikdə işləyirik və Bəs bu konsert başqa hazırlayırıq. reperlərin, yəni bu köhnələr, bu təzələr, bunların sizə fikri, münasibəti necədir? Axı Əslində- onlarda söz baqajı qutardı, istifadə olundu. Belə fikir yoxdur ortadan Bilirsiniz, qaynaqlanmır. ümumiyyətlə yoxsa? biz belə deyək də rep səhnəsini, rep türklər demiş piyasasını tutmuruq deyə. Yəni bizə münasibət, yəni hansı avtobus sürən, o birisi avtobus sürən maraqlıdır da ki, o onu keçdi, keçmədi, İntervalı oradan müştəri gedib götürsün. Amma tutaq ki, taksi ilə avtobus heç vaxt tutaq ki, heç bir rəqabət aparmır. Demirəm onlar avtobus, lap bizi avtobus, onlar taksidir. Tutaq ki. Yəni ümumiyyətlə rəqabət sferası Biraz bir yəni- Bir də ki, bizdə Yəni belə- janr məhdudiyyəti yoxdur. Biz özümüz həm də rockda ifa eləyirik. Məsələn, rockda ifa demişkən də Bu həm də bazar bizim rock 18 konsertimiz olacaq. yanvarda Ha, TV Clubda rock konsert olacaq. Sırf eksperimental bir konsertdir. O da TV Club'ın konsert zalında olacaq. Yəni orada da köhnə və yeni albomda da rock ifalar var idi. Nisbətən alternativ. Bəs bu raplə rockun fərqi? Nə dərəcədə bunlar siz bir-birinə yaxın? Bizdə əsas fikirlərdir, İdeyadır, əsas düşüncələrdir. Bu ideyadır. isə Yəni bir vasitədir ki, siz onu... Gənclər də rocka, rapə qulaq asır deyə biz onunla gəlirik. haykırtıdır da, yəni içdən gələn necə deyim, bağırtılı olur. Sizin ifanız Azərbaycan dilində də, hə? Hamısı, Bəli, bəli, hamısı hamısı. Azərbaycan dilində. Düz ingiliscə də əvvəl var idi, Biz amma onlardan bugün eşidə bilərik, rock musiqisi eşidə bilərik sizin ifanızda. rock bugün yəqin ki, yox. Ancaq rocka yaxın bir şey olacaq, yəni. Bəs onda burada bizim bilirsiniz professional, yəni Meridian qrupumuz var. Onlar da Tanıyırsınız uğurlar. onları. İfaların eşitdiyi doğrudan çox gözəldir. Onların adından deyim. Onlarla birlikdə bəs burada indi canlı bir nəsə bir rock ifa eləmək necə mümkündür? Yəqin Ritim, orada yox. musiqi, Ritmdə improvizasiya belə deyək, improviz eləyəsiniz. Mümkündür elə bir şey necə Yəni eləyəsiniz? bizdə bizim özümüz üçün olan qaydalarımıza görə biz rapdə adlanan bir şey var, freestyle. Biz freestyle demirik. Sizin bizdən istədiyiniz freestyle'dır. Yəni biz də o freestyle tələbatına cavab verən insanlar deyilik. Bizim elə bir